Axşamınız xeyir olsun müəllimlər. Hər birinizi qrupumuzda xoş gördük. İlk dərs günümüzdür sizlərlə. Deməli, dərsimizin mövzusu olacaqdır kurikulum nədir? Deməli, kurikulum nədir? Əvvəlcə buna baxaq. Bax, kurikulum bir təhsil proqramıdır müəllimlər. Yəni əvvəlcə keçmiş olduğumuz təhsil proqramı necə adlanırdı? Ənənəvi təhsil proqramı adlandırırdıq, düzdür? İndiki təhsil proqramımızın da adı kurikulum adlanır. Deməli, kurikulumda nədir? Təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks elətdirən konseptual bir sənəddir. Yəni, bu kurikuluma verilən bir tərifdir. Deməli, necə sənəd oldu? Konseptual bir sənəd oldu. Deməli, təhsilin məzmunu deyəndə üç şeyi özündə birləşdirdi. Nə oldu? Məzmun, təşkil, bir də qiymətləndirmə. Bax, məzmun deyəndə nə başa düşürük? Deməli, şagirdə dərsdə hansı mövzunu keçirik? Həmin mövzudan nə danışılırsa mövzuda, orada söhbət nədən gedirsə, şagird nə öyrənirsə dərs müddətində. Bu olacaqdır dərsin məzmunu. Deməli, kurikulumda da təhsilin məzmunu deyəndə bizim şagirdə nə öyrətməyimizdir, şagirdin nəyi öyrənməyidir dərs müddətində. Bu deməkdir. Yəni ki, nə öyrədiriksə, şagirdə nəyi ötürürüksə dərsdə, bunlar məzmunda öz əksini tapır. Məzmunu öyrədirik dərsdə. Təşkil deyəndə isə, təşkil nə deməkdir? Yəni ki, o məzmunu necə qururuq, quraşdırırıq, şagirdə necə çatdırırıqsa, bu olacaq da dərsin təşkil hissəsi, yəni kurikulumun təşkil hissəsi. Bax, təhsil necə qurulur, hansı orada formalardan, hansı üsullardan, iş üsullarından istifadə olunur dərs zamanı. Bunlar nəzərdə tutulur təşkil hissədə. Yəni ki, məsəl üçün bizim iş üsullarımız var, iş formalarımız var. İndi gələcək dərslərdə biz bunlar haqqında da keçəcəyik. Məsəl üçün deyirdik ki, iş formaları 4 dənədir, fərdi qruplarla, cütlərlə, kollektivlə və yaxud deyirdik ki, iş üsulları var. Bibödü, beyin həmləsidir, klasterdir, ziqzaqdır, hərəsinin özünün qurulma xüsusiyyətləri var. Bütün bunlar deməli təşkil hissədə öz əksini tapır. Deməli, məzmunda şagirdə nə öyrədirik? Təşkil hissədə necə qururuq təhsili, necə öyrədirik? Qiymətləndirmədə isə artıq öyrətmiş olduqlarımızı nə edirik? Qiymətləndirmə vasitəsilə başlayırıq ölçməyə. Deməli, qiymətləndirməni də bilirik ki, məktəb daxili qiymətləndirmə, məsəl üçün deyirdik ki, 3 dənə növü var, formativdir, diaqnostikdir, summativdir, yekun qiymətləndirmə var, milli qiymətləndirmə var, beynəlxalq qiymətləndirmə var. Bunlar hamısı, deməli, bu kurikulum təhsil proqramında öz əksini tapıbdır. Deməli, buradan bizə aydın oldu ki, kurikulum bu ekranda gördüyünüz 3 məsələni özündə birləşdirir. Hansı məsələlər oldu? Məzmun oldu, təşkil oldu, bir də qiymətləndirmə oldu. Deməli, bu 3 məsələni özündə birləşdirən necə sənəd oldu? Konseptual sənəd. Konseptual bir sənəd. Konseptual bir sənəd. Konseptual sözünün mənası nədir, müəllimlər? Konseptual sözünün də mənası odur ki, yəni ki, dəyişən, dəyişdirilə bilən, dövrün tələbinə uyğun dəyişdirilə bilən. Yəni ki, dəyişkən bir sənəddir də, daim, yəni ki, bu kurikulum sənədi proqramı daim onun üzərində işlənilir, yeniliklər ora əlavə olunur, bəzi şeyləri çıxardırlar lazımsız bildikləri üçün. Hətta dünya ölkələrindəki o kurikulum sistemlərinə inteqrasiya eləyirlər təhsil sisteminə. Baxırlar ki, orada hansı cürə eləsələr, necə eləsələr effekt verir, nə effekt verir, onu gətirirlər bir yenilik kimi bizim bu təhsil proqramına əlavə edirlər. Bununla bağlı kurikulum necə sənəd oldu? Dəyişkən, dəyişdirə bilən, yəni konseptual sənəddir. Sabit bir sənəd deyil. Nəyə görə? İldə bir kitab çıxır. Bu il çıxmadı, çox şükür olsun. Çünki dəyişkən sənəddir. Tez-tez yeniliklər əlavə olunur. Nə qədər ötən il nəzəriyyələr saldılar, nələr əlavələr elədilər, xırda dəyişikliklər elədilər. Sabit bir sənəd olsaydı, yəni bunu yerindən tərpətməzdilər də, necə var elə qalardı. Deməli, dəyişkəndir deyənə dəyişirlər. Dəyişdikcə də hər il bizə yeni kitab verirlər ki, yəni müəllimlər bu istiqamətdə öyrənsinlər, yenilikçi olsunlar. Sonra, bax, deməli, kurikuluma keçməkdə məqsədimiz nədir? Buna da baxaq, sonra
küçükcəklərə keçərik. Bax, məqsədimiz odur ki, ölkədə təhsilin keyfiyyətini artırmaq. Yəni ki, yeni yaxşı nə görürüksə, inkişaf etmiş ölkələrin təhsil sistemində gətiririk, onu öz ölkəmizdə tətbiq edirik. Deməli, təhsilin keyfiyyətini artırmaqdır bizim kurikuluma keçməkdə məqsədimiz. Hazırda yəni ki, dünyanın çox ölkələrinin çox hissəsində yəni bu sənətdən istifadə edilir. Dedik ki, konseptual sənətdir, kurikulum dəyişən sənətdir, nə qədər dəyişikliklər olur, bunlar haqqında da öyrəndik. Deməli, bu dəyişikliklərin də olmasında təhsilin məqsədi insanlarımızı yaşadığı həyata hazırlamaqdır. Onların tənqidi, yaradıcı düşüncələrini, eyni zamanda onlarda milli bəşəri dəyərləri formalaşdırmaqdır. Bax, bu cümlə düşür tez-tez. Yəni ki, bir insan 11 illik orta məktəb təhsili müddətində öyrəndiklərini həyatda tətbiq etməyi bacarmalıdır. Eyni zamanda da yəni ki, milli dəyərlər formalaşdırmalıyıq şagirddə. Çünki hər bir şagird öz ölkəsinin vətəndaşıdır da, düzdürmü? Onun vətənə sevgisi, tarixə, bayrağa, yəni bu kimi şeyləri şagirdə formalaşdırmalıyıq. Onu şəxsiyyət kimi cəmiyyətimizə təqdim etməliyik. Baxın, burada bir cümlə var. Bax, bu cümlə nəzərinizə qalsın ki, belə deyək də, hər bir insan 11 illik orta məktəbdə təhsil aldığı zaman həyat üçün lazım olan minimal, baxın bunu maksimal sözü ilə qarışdırın. Düzdür, indi müasir testlərə bu salmırlar, qabaqlar salırlar. Yadınızda qalsın ki, 11 illik məktəb şagirdə minimal bilik bacarıq verir. Yəni testlərdə maksimal sözü ilə bunu qarışdırmayın. Çünki biz məktəbi bitirdikdən sonra, yəni ali təhsil alırıq, öz sahəmiz üzrə maksimal bilik bacarığa yiyələnirik, həyatda yaşadıqca, məsəl üçün, daimi öyrənməkdə oluruq, maksimal bilik bacarığa bu şəkildə yiyələnirik. Sonra burada biz nəyə baxaq indi? Bax, dünyanın hər sahəsində islahatlar olubdur. Eyni zamanda da təhsilimizdə də islahatlar daha uğurlu nəticələrə səbəb olubdur. Yəni, bu islahatların da mərkəzində duran əsas ideya təhsildə keyfiyyət anlayışıdır. Yəni, keyfiyyətli bir islahat yenilik deməkdir. Yəni, islahatları onun üçün eləyirlər ki, təhsildə keyfiyyət olsun. Yaxşı, bəs müəllimlər, kurikulum adı ilə bizə, məsəl üçün, təqdim olunan təhsil proqramında keyfiyyət dedikdə nə nəzərdə tutulur? Bax, keyfiyyətli kurikulumun göstəriciləri bunlardır, müəllimlər. Deməli, kurikulum aktual olmalıdır, praktik olmalıdır, effektiv olmalıdır, bir də davamlı olmalıdır. Deməli, keyfiyyətli kurikulum deyəndə kitabınız varsa qarşınızda baxa bilərsiniz. Baxın, bu hissədədir. Deməli, necə olmalı? Bunu APET sözü ilə də yadda saxlaya bilərik. APET qısaldılmış formada. Deməli, aktual olmalıdır, praktik olmalıdır, effektiv olmalıdır, bir də davamlı olmalıdır. Bax, bu kurikulumun keyfiyyət göstəriciləridir. Amma bax, UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı meyarları var. Bax, meyarlar desək, keyfiyyətli kurikulum üçün UNESCO tərəfindən qoyulan meyarlar. Onda bax, bu hissəni, bu uzun cümlələri yadda saxlayırıq. Amma sadəcə kurikulumun keyfiyyət göstəriciləri deyəndə bir dənə APET sözünü yadda saxlayıb, o baş hərflərlə uyğunlaşdırıb, aktuallıq, praktiklik, effektivlik, davamlılıq kimi yadda saxlayacağıq. İndi bunlara ayrı-ayrılıqda nəzər salaq. Bax, aktuallıq nə deməkdir, müəllimlər? Baxın, burada verilib ki, onun aktuallığı. Aktuallıq o deməkdir, yəni dövrün tələbinə cavab verməlidir. Müasir dövrlə bu kurikulum ayaqlaşmalıdır. Cavab verirmi? Bəli, cavab verir. Yəni ki, ildən ilə dəyişirlər, müasirləşdirirlər, tələbata uyğun qururlar. Praktik olmalıdır, yəni işlənilə bilən olmalıdır. Orada göstərilənlər sadəcə nəzəriyyə kimi qalmamalıdır, tətbiq oluna bilən olmalıdır. Yəni ki, bu günlərin kurikulumda verilir ki, tutalım ki, dərsi bu cür qurun, keçin, uşaqlara çatdırın. Amma ki, müəllimlər var idi ki, qabaqlar kurikulum sənət kimi qalırdı, onu tətbiq eləyə bilmirdilər. Dərslərində o kurikulum proqramından istifadə eləyə bilmirdilər, ona uyğun qurmurdular.
Amma müasir dövrdə artıq hər kəs kurikulumu öyrənir. Əksəriyyət müəllim, yəni ki, o da girif yoxlamalar da onu yoxlayır da, tez-tez gəlir regiondan, oradan, buradan yoxlamalar ki, görək müəllimlər o kurikulum təhsil proqramına uyğunmu qururlar dərslərini? Tətbiq ediləndirmi? Bəli, tətbiq ediləndir. Bax, aktuallıq dedik ki, dövrün tələbinə uyğun olmalıdır. Praktiklik də odur ki, işlənilə bilən olmalıdır. Yəni orada göstərilənlər, kitabda göstərilənlər sadəcə nəzəriyyə kimi qalmamalıdır. Onu biz şagirdlərimizə tətbiq edərək gözəl dərslər qurmalıyıq. Effektivlik nədir? Yəni təsir edici olmalıdır. Yəni ki, orada o kurikulum sistemində keçilən dərs şagirdin inkişafına təsir eləməlidir, onu inkişafa aparmalıdır. Davamlılıq da odur ki, yəni davamlı şəkildə dəyişir, yenilənir, inkişafda olur. Bax, kurikulumun uğurlu olmasının da səbəbini belə izah edək ki, əvvəllər, yəni ki, ənənəvi dərslər necə idi müəllimlər? Hafizəyə əsaslanırdı. Məlumat yönümlü idi, düzdür? Şagirdlər bilikləri səssiz şəkildə qəbul edən tərəf idilər. Sonra yenidən, yəni ki, müəllimə danışan tərəf idilər. Qəbul edirdilər, səssiz oturub dinləyirdilər. Daha sonra öyrəndiklərini nə edirdilər? Qaytarırdılar müəllimə. Bu ənənəvi təhsil idi. Müəllim yönümlü olurdu həmin təhsil. Yəni ki, avtoritar rejimdə olurdu. Yəni biz əksəriyyətimiz, yəni ki, o təhsil sistemində təhsil almışıq. Ancaq müasir dövrdə, yəni kurikulum təhsil sistemində belə deyil. Demokratik rejimə burada üstünlük verir. Yəni tətbiqi xarakter daşır. Yəni şagird aldığı məlumatı həm dərs zamanı tətbiq edir, yəni ki, həm də ki, sadəcə dinləyici olmur da, yəni o prosesin iştirakçısı olur, dərs prosesinin iştirakçısı olur, araşdırmaçı olur, öyrənən tərəfi olur. Müəllim orada sadəcə fasilitator rolunu oynayır. Yəni şagirdə yön göstərir, istiqamət verir. Şagird özü, yəni ki, onu əldə edir də, oradakı bilikləri, bacarıqları şagird özü əldə edir. Müəllim onu sadəcə yönəldir. Deməli, bir sözlə şagirdlərdə öyrənmənin keyfiyyətini və şagirdlərin bu öyrəndiklərini nə dərəcədə effektiv şəkildə öz şəxsi həyatlarında, məsəl üçün sosial idraki, psixoloji və emosional inkişafları üçün istifadə edə bilmələrdir. Bax, keyfiyyət göstəricisi nə oldu? APED oldu. Hansılar oldu? Aktuallıq, praktiklik, effektivlik, davamlılıq. Ənənəvi təhsil sistemi ilə də müasir kurikulum təhsil proqramını müzakirə elədik. Dedik ki, deməli, müasir kurikulum şagird yönümlü oldu, ənənəvi təhsil sistemi müəllim yönümlü oldu. Ənənəvi təhsil sistemində avtoritar üslubdaydı, yəni müəllim orada idarə edən idi, amma müasir təhsil proqramında, yəni kurikulum təhsil proqramında artıq subyekt rolunu oynayır. Yəni müəllimlə şagird bərabər hüquqludular. Müəllim orada, yəni ki, şagirdə sadəcə bilik verən deyil, şagirdə istiqamət verir, şagird özü axtarır, araşdırır, özü biliyə yiyələnən tərəf olur. İndi baxaq görək, UNESCO-nun keyfiyyətli kurikulum üçün tərtib etdiyi meyarlara nələr daxildir. Bax, keyfiyyət göstəricisi bu 4-dən oldu, APED oldu. Amma indi baxırıq UNESCO-nun keyfiyyətli kurikulum üçün tərtib etdiyi meyarlara. Baxın bu hissəyə. Baxaq. Bax, burada nə deyir? Deyir ki, kurikulumun aydın məqsədləri olmalıdır. Bugünün tələbinə cavab verməlidir. Kurikulum şagirdləri həm bugünə, həm gələcək həyatları, təcrübələri, arzu və istəklərinə uyğun olmalıdır. Kurikulumun yaşadıkları ölkənin tarixinə, mədəniyyətinə nəzərə almaqla sosial və iqtisadi baxımdan şagirdlər üçün firavan gələcək qura bilmək məqsədinin olması. Yəni ki, millilik itməməlidir, tarix, adət, ənənə itməməlidir. Nə olsun ki, kurikulumu biz xaricdən gətiririk, amma öz milli dəyərlərimizi də yəni orada təbliğ eləməyi bacarmalıyıq. Sonra kurikulum ədalətli olmalıdır, inklüziv olmalıdır. Yəni şagirdlərin fərqlilikləri, fərdi ehtiyacları nəzərə alınmasıdır. İnklüzivlik deyəndə bunu keçirik, bu barədə keçirik. İndi növbəti dərslərdə var geniş məlumat onun haqqında. Sonra şagird yönümlü olmalıdır. Şagirdlərin yəni ehtiyacları nəzərə almalıdır, yaşına müvafiq olmalıdır. Həyati bacarıqlar formalaşmasına onların kömək eləməlidir. Belə. Sonra açıq və çevik olmalıdır. Yəni baş verən yeniliklərə
açıq olmalıdır, inteqrasiya etməlidir. Bir də kurikulumun ardıcıl və əlaqəli olması. Bütün bunlar hamısı oldu UNESCO tərəfindən qoyulan kurikuluma. Keyfiyyət meyarları. Meyarlardirsə bu, göstəricilərdirsə keyfiyyət göstəriciləri. Onda da bu APD-i yadda saxlayacağıq. Aktuallıq, praktiklik, effektivlik, davamlılıq. Bunlar haqqında danışdıq. Bu hissə nəzəri hissədir müəllimlər. Yəni bu hissədən düşə də bilər, düşməyə də. Əsas biz burada öyrənməliyik bu mövzuda kurikulumun prinsiplərini diqqət yetirməliyik. Bu hissədən testlər çox salırlar. Biraz qabağa çəkim, baxaq bunlara. Deməli, indi baxırıq bura. Burada görək bizə nə veribdir, nə deyir, nədən danışır. Bax, kurikulumun bilirik ki, 6 dənə prinsipi var, düzdürmü? Səsim gəlirmi ay müəllimlər sizə? Eşidilirmi səsim? Bəli, Tamam. Deməli, bax, 6 dənə prinsipi var. Hansılardır? Şagird yönümlülük, deməli, şəxsiyyət yönümlülük, bir dəqiqə uzaqlaşdırın, buna dəqiq baxaq, sonra keçək. Bax, 6 dənə prinsipimiz var, düzdür. Bax, şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük, bir də qiymətləndirmə. Bu oldu bizim kurikulumun prinsipləri. Bunu da şırşı nitq sözü ilə, baş hərflərlə, yəni ki, yadda saxlayırıq. Kurikulumun prinsipləri neçə dənədir, hansılardır? Cavabınız olacaq ki, müəllimə, şırşı nitq, şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük, qiymətləndirmə. Bu hissəni də bir balaca yadda saxladıq. Keçək indi növbəti hissələrə, tək-tək bunu bölüşdürək, öyrənək. Bax, burada nə verilibdir şagird yönümlülükdə? Deməli, şagird yönümlülükdə tərif olaraq verilibdir ki, təhsil sahəsində fəaliyyətlərin təhsil alanlarının mənafeyinə, baxın, mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. Yəni ki, təhsil sahəsində qurulan bütün fəaliyyətlər, bütün işlər şagirdləri nəzərə alaraq qurulmalıdır. Yəni, şagirdin mənafeyini nəzərə almaq lazımdır, marağını nəzərə almaq lazımdır, onun tələbatı nəyədir, onu ödəmək lazımdır. Əgər bir istedad varsa, məsəl üçün, bu günlərin bizim məktəbdə bir şagirdin gözəl rəsm qabiliyyəti var idi. Onu yönəldirdilər, yarışmalara yönəldirlər, əlavə onun üçün bir orada məktəbdə əlavə fərdi olaraq dərs keçirlər, daha da inkişaf etsin deyənə. Yəni, bu şəkildə valideyni ilə söhbət aparırdılar ki, yəni, sənin uşağın gözəl rəsm qabiliyyəti var, onu daha da önə çək, onu daha da bürüzə ver. Məsəl üçün, o gedib haradasa bir iqtisadçı olmaqdansa, o rəsm qabiliyyəti ilə daha çox seçilər, daha çox fərqlənər, daha çox irəli gedər. Yəni, bu şəkildə, yəni şagirdin marağı, bacarığı, istedadı, qabiliyyəti nəzərə alınmalıdır şagird yönümlükdə. Məsəl üçün, burada necə testlərlə biz qarşılaşa bilərik? Məsəl üçün, deyir ki, müəllim 5-ci sinif şagirdinə də 2-ci sinif proqramını keçirsə, kurikulumun məsəl üçün hansı tələbi pozulmuş olar? Təbii ki, 5-ci sinif şagirdinə 2-ci sinifdə keçilən proqram maraqlı olmayacaq. Çünki uşaq onu artıq öyrənib də o dövrdən keçirdi. Deməli, burada müəllim nə etmiş olacaqdır? Şagird yönümlülük prinsipini pozmuş olacaqdır. Və yaxud testlərdə düşür ki, haqları pozulmuş uşağı müdafiə edir müəllim. Burada da yəni müəllim nə etmiş olur? Şagird yönümlülük prinsipini əməl etmiş olur. Məsəl üçün, şagirdin maraq dairəsində dərsi qurmaq. Şagirdlərin marağı əsasən hansı üsullaradır, onlardan istifadə eləmək dərs vaxtı. Bax, bunlar hamısı şagirdə uyğun qurulan dərs prosesidir. Şagird yönümlülük prinsipinə əməl etməkdir. Bax, şagird yönümlülüklə bərabər imkanları bəzən qarışdırırlar. Bircə dəqiqə indi ora baxaq, sonra davam eləyək. Bax, şagirdlərin hamısı, məsəl üçün, dərsin qrupla keçirilməsini istəyirsə, müəllim də buna əməl eləyirsə, hamısı sözü varsa burada. Deməli, olacaqdır şagird yönümlülük.
Və yaxud da ki, situasiya düşür ki, şagirdlərin yarısı qrupla, yarısı cütlərlə işləmək istəyir. Əgər müəllim, yəni ki, bunları nəzərə alırsa, məsəl üçün cütlərlə işləmək istəyənləri cütlərə bölür, qrupla işləmək istəyəni qrupa. Bu zaman da müəllim onlara nə etmiş olacaqdı? Bərabər imkan yaratmış olacaqdı. Bax, bu hissələr var ki, qarışdırırlar bəzən müəllimlər. Bax, belə şeylərə diqqət eləmək lazımdır testlərdə. Sonra baxaq görək başqa biz şagird yönümlülükdən nə deyə bilərik? Belə, indi keçək şəxsiyyət yönümlülüyə. Görək şəxsiyyət yönümlülükdə söhbət nədən gedir? Bax, məsəl üçün, şəxsiyyət yönümlülükdə burada bizim tərifimiz nədir? Baxaq. Bax, təhsil alanın idrak, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqları inkişaf etdirməklə, bax, idrak, ünsiyyət, psixomotor fəaliyyətləri əsasında onda həm həyati bacarıqları inkişaf etdirməklə, həm də onlarda milli bəşəri dəyərlər formalaşdırmaq. Bax, bu şeylərlə rastlaşdığımız zaman testdə onu aid etdik şəxsiyyət yönümlülük prinsipinə. Bax, məsəl üçün, testlərdə biz necə rastlaşa bilərik şəxsiyyət yönümlülük prinsipinə aid olan situasiyalarla? Məsəl üçün, deyir ki, belə deyək, şagird qrup içində ünsiyyət qurmursa, məsəl üçün, biz nə demişdik? Demişdik ki, müəllim şagirdin ünsiyyət bacarığını, idrak bacarığını, psixomotor fəaliyyətini inkişaf elətdirməlidir. İdrak deyəndə, məsəl üçün, verilən tapşırıqları müəllim şagirdə başa salır, şagird onu dərk eləmirsə, başa düşmürsə, deməli, burada hansı şey pozulubdur, tələb pozulubdur? Təbii ki, şəxsiyyət yönümlülük və yaxud qrup işləri zamanı şagird yoldaşları ilə ünsiyyət qurmursa, əməkdaşlıq etmirsə, deməli, o şəxsiyyət, ünsiyyət problemi varsa şagirddə, yenə şəxsiyyət yönümlülük prinsipi orada pozulmuş olacaqdır. Psixomotor bacarıq, məsəl üçün, idman dərslərində tullanma, qaçma hərəkətləri, normativləri yerinə yetirə bilmir, rəsm qabiliyyəti zəifdir, səliqəli xətti yoxdur. Bunlar hamısı psixomotor fəaliyyətlərdir. Bunlar yoxdursa, deməli, şagirddə şəxsiyyət yönümlülük prinsipi şəxsiyyət olaraq formalaşdıra bilməmişik bir müəllim olaraq. Bu zamanda şəxsiyyət yönümlülük prinsipi nə etmiş olacaqdır? Pozulmuş olacaqdır. Bax, məsəl üçün, belə bir situasiya yaradaq ki, şagird şeiri intonasiya ilə əzbərləyirsə, burada şəxsiyyət yönümlülük prinsipidir. Deməli, ünsiyyət formalaşmış olacaqdır şagirddə. Məsəl üçün, dedik ki, şagirddə rəsm çəkmə bacarığı yoxdursa, psixomotor bacarığı yoxdur. Yenə də, yəni ki, şəxsiyyət yönümlülük prinsipi burada pozulmuş olacaqdır. Məsəl üçün, olur ki, şagird müəllim keçdiyi dərsi mənimsəyə bilmir, yəni keçilən dərsi dərk etmir. Bu halda, yəni şagirddə idraki bacarıq formalaşmayıbdır. İdraki bacarıq da formalaşmayıbdırsa, deməli şagirddə orada hansı kurikulumun hansı prinsipi pozulmuş olacaqdır? Təbii ki, şəxsiyyət yönümlülük prinsipi. Bax, bu üç bacarıqla yanaşı dedik ki, müəllim şagirddə həmçində milli bəşəri dəyərlər formalaşdırmalıdır. Bəs biz bir müəllim olaraq milli bəşəri dəyərləri şagirddə necə formalaşdıra bilərik? Məsəl üçün ki, dərsimiz sadəcə o keçdiyimiz məzmunla yekunlaşmamalıdır. Yəni ki, bu günlərim mənim dərsim tutalım ki, belə deyək də, tarix dərsidir, Azıq mağarası. Bir dənə Azıq mağarasını keçib bitməməliyim. Şagirdə həm orada tutalım ki, 20 yanvar gününə düşübdə o Azıq mağarası dərsi. Əvvəlcə bir qısa, yəni ki, o 20 yanvar haqqında mütləq şəkildə nə etməliyəm? Danışmalıyam, məlumat verməliyəm. Onu milli ruhda, milli dəyərlərimizi də ona aşılama. Məsəl üçün, adət ənənələrin şagirdlərdə formalaşdırmaq. Bu özü də, yəni ki, şəxsiyyət yönümlülük, yəni bir şəxsiyyət olaraq yetişdirməkdir. Şəxsiyyət yönümlülük prinsipinə aiddir. Məsəl üçün, dərs zamanı milli qəhrəmanlarımızdan danışa bilərik, əlamətdar günlərimizdən danışa bilərik şagirdlərimizə. Bunlar hamısı aid olacaqdır şəxsiyyət yönümlülük prinsipinə. Yəni, şagirdi sadəcə məzmun verməklə, bilik verməklə şagirddən əl götürməli deyilik. Şagirdə, yəni ki, həm onun idraki, həm ünsiyyət, həm psixomotor fəaliyyətini eləməklə yanaşı,
inkişaf etdirməklə yanaşı, həm də ki, nə etməliyik? Şagirddə milli bəşəri dəyərlər formalaşdırmaq. Məsəl üçün situasiya düşər ki, şagird əsəri oxuyub beynində təhlil edə bilmir. Deməli, şagirddə hansı problem var? İdraki problem var. Deməli, şəxsiyyət yönümlülüyü orada prinsipi pozulubdur. Və yaxud qruplarla iş zamanı müzakirələrdə iştirak etmirsə şagird, yenə də ünsiyyət pozulubdur. Şəxsiyyət yönümlülük prinsipi, ünsiyyət yoxdursa şəxsiyyət yönümlülük prinsipi pozulmuş olacaqdır. İndi keçək növbəti prinsipimizə. Növbəti prinsipimiz deməli olacaqdır bizim nəticə yönümlülük prinsipi. Baxaq. Bir dəqiqə bir balaca qabağa çəkim, gözümüzün qabağında olsun. Bax, nəticə yönümlülük deyəndə nə başa düşülür müəllimlər? Bax, nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Bax, bu əvvəlcədən sözü yadınızda qalsın. Əvvəlcədən müəyyən edilmiş nə deməkdir? Məsəl üçün, bax, bizə təlim nəticələri verilir, düzdür? Təlim nəticələrini biz əvvəlcədən bilirik ki, bu mövzudan, bu kitabdan, illik təlim, gündəlik təlim nəticəsində, məsəl üçün, şagird nə əldə edəcək? Hansı bilik, bacarığa yiyələnəcəkdir. Məsəl üçün, var sinifin sonu üçün təlim nəticəsi var. Biz indi növbəti dərslərdə keçəcəyik terminlərin təsvirində. Var ilin sonu üçün olan təlim nəticəsi var. Var səviyyə üçün nəzərdə tutulmuş təlim nəticəsi var. Yəni, biz bunlara baxaraq əvvəlcədən bilirik ki, biz yəni ki, məsəl üçün, bu ilin sonunda, bu səviyyənin sonunda, bu dərsin 45 dəqiqəlik dərsin sonunda şagird hansı biliyə, bacarığa yiyələnəcəkdir. Bu aid olacaqdır nəticə yönümlülük prinsipinə. İndi baxaq inteqrativliyə. Bax, müəllimin gündəlik tutmasıdır, müəllimin illik plan tutmasıdır. Bunlar hamısı, əgər müəllim gündəlik tutmayıb dərs keçirsə, nəticə yönümlü olmayacaqdır onun dərsi, effekt verməyəcəkdir. Yəni ki, təlim nəticəsinə daha yaxşı yoldan çata bilməyəcəkdir. Bunlar hamısı nəticə yönümlülük prinsipinin pozulmasıdır. İndi baxaq görək, inteqrativlik nədir? Bax, burada deyir ki, təhsilin məzmun komponentlərinin bir-biri ilə və ya həyatla, həm bir-biri ilə məzmun komponentləri, həm də həyatla nədir? Sistemli şəkildə əlaqələndirilməsidir. Bax, inteqrativlik əlaqə deməkdir, müəllimlər. Nə deməkdir? Əlaqə. Bax, əlaqələndirmə necə ola bilər? Biz indi terminlərin təsviri mövzusunda inteqrasiyanı keçəcəyik. Deyirdik, orada 6 standart inteqrativliyi, təlimdə inteqrativliyi təmin edir. Bax, bu inteqrativliyi orada da keçəcəyik, geniş formada keçəcəyik. İndi qısa bir məlumat verim ki, inteqrativlik o deməkdir ki, inteqrasiya var ki, əlaqələndirmədir. İnteqrasiyanın da 3 növü var. Fən daxili var, fənlər arası var, bir də var həyatla əlaqə. Fən üstü əlaqə, yəni. Bax, fən daxilinin özünün də 2 qolu var. Şaquli inteqrasiyadır, üfüqi inteqrasiyadır. Deməli, şaquli inteqrasiya siniflər arasında yaradılan əlaqədir. Məsəl üçün, 2-ci siniflə 3-cü sinif, 5-ci sinifdə 2-ci sinifdə keçdiyimiz mövzu ilə əlaqə yaradırıq və yaxud yuxarı sinifləri yaratmırıq, əvvəl keçdiklərimizi yaradırıq. Bu olur, deməli, şaquli inteqrasiya. Bir də var, eyni sinifdə məzmun xəttləri arasında, eyni fəndə, eyni sinifdə məzmun xəttləri arasında olan əlaqə. Bu olacaq da artıq bizim üfüqi inteqrasiyamız. Fənlər arası inteqrasiyada odur ki, məsəl üçün, bu günlərim mən coğrafiya dərsi keçirəm, onu həyatla əlaqələndirirəm, həyat bilgisi ilə əlaqələndirirəm, fizika ilə əlaqələndirirəm, tarixlə əlaqələndirirəm. Bu da olur fənlər arası inteqrasiya. Bir də var fən üstü inteqrasiya. Yəni ki, dərsdə keçdiyimizi həyatla əlaqələndiririk. Bu inteqrasiyanın ən üstün səviyyəsidir ki, artıq tam olaraq həyatla əlaqələndirdiyimiz zaman bu daha yadda qalan olur. Daha tez, yəni ki, şagirdin gözündə canlanır, həyatda gördüyü şeylər əsasında əlaqələndirəndə. Daha yaxşı yadında, yəni uzun müddətli yaddaşa ötürülmüş olur. İndi baxaq görək tələb yönümlülükdə bizə nə deyir. Bura qədər başa düşmədiyiz məqam yoxdur ki, ay müəllimlər. Çətin deyil ki, hələ ki, başlanğıcımızdır. Yaxşıdır müəllim. Tamam.
İndi baxaq tələb yönümlülük prinsipinə. Bax, tələb yönümlülükdə nə deyir? Deyir ki, fərdin, cəmiyyətin, dövlətin, dəyişən, ehtiyac və tələbatının nəzərə alınmasıdır. Bax, bu tərif olaraq bizim kitabımızda verilibdir. Bax, indi biz bunu testlərdə necə qarşılaşa bilərik? Əsasən bunlar situasiyalarla düşür. Bax, deyir ki, müasir dövrün tələbidir ki, şagirdlərdə kompüter bacarığı formalaşdırsın və yaxud da ki, 21-ci əsr bacarıqlarını formalaşdırmaq. Bu da yəni tələb yönümlülük prinsipinə aiddir. Dövrümüzün tələbidir da, yəni ki, biz şagirdlərdə 21-ci əsr bacarıqlarını formalaşdıraq. Yəni müəllim dərsi müasir tələblərə də uyğun qurursa, burada da yəni müəllim tələb yönümlülük prinsipinə eləmiş olur da, inteqrasiya etmiş olur, əməl etmiş olur, belə deyək. Bax, bunlar hamısı tələb yönümlülükdür. Deməli, tələb yönümlülükdə nədir? Məsəl üçün, qabaqlar koronavirusda deyirdilər, maska taxın. Dövrün tələbi idi ki, hara getsək maskamız olmalıydı, spirtimiz olmalıydı, tez-tez çölə çıxmaq olmazdı, qonaq getmək olmazdı, qonaq qarşılamaq olmazdı, yaman günə qoymuşlar bizi. Deməli, bu həmin dövrün tələbi bu idi. İndi müasir dövrün tələbi nədir? Müasir dövrün tələbi odur ki, şagirdlərdə, məktəblərdə peşə təmayüllü siniflər olsun. Görürsünüz, il-ildən o peşə təmayüllü siniflərin, məsəl üçün, 10-11-ci siniflər üçün nəzərdə tutulubda o layihə. Sayı artır. Deməli, tələbat var ki, bu peşə yönümlü təlimə. Məktəblərdə onun sayı artırılır, şagirdlər oraya cəlb olunur. Ondan sonra dövrün tələbidir ki, müəllimdə kompüter bacarığı olsun, müəllimdə innovativ qabiliyyətlər olsun, müəllim yəni ki, müasir üslubda dərsini girib sinifdə tətbiq edə bilsin, keçə bilsin. Əgər lövhə varsa, elektron lövhə, ondan istifadə eləməyi bacarsın. Müasir dövrün tələbidir ki, müəllim kurikulum təhsil sistemində gəlsin, dərsini keçsin, yəni ənənəvidən uzaqlaşsın. Bunlar hamısı dövrün tələbatına uyğun qurulmuş dərs prosesləridir ki, müəllim bunlara nə etməlidir? Əməl etməlidir. Əgər müəllim bu şəkildə müasir üslubda dərsini qurursa, deməli bu müəllim nə etmiş olacaqdır? Tələb yönümlülük prinsipinə əməl etmiş olacaqdır. Tələbat nədir? Ondan ayaqlaşmalıyıq. İndi baxaq görək qiymətləndirmə nədir? Bax, qiymətləndirmədə nə deyilir? Deyir ki, təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bu oldu bizim qiymətləndirmə standartımız. Bax, qiymətləndirmənin də bayaq keçdik ki, 3 növü var. Formativdir, diaqnostikdir, summativdir. Yəni, bunlardan istifadə edərək hansını hansı məqamda istifadə etmək lazımdır qiymətləndirmə mövzusunda keçəcək. Şagirdin nailiyyətini ölçməliyik. Qiymətləndirmə apararkən qərəzliliyə yol vermək olmaz. Məsəl üçün, bu mənim bacımın oğludur, götürüb ona 5 yazıramsa, haqq etmədiyi vaxtda qiymətləndirməni düzgün keçirmiş olmuram. Qiymətləndirmədə prinsiplər var, etibarlılıq var, validlik var, uyğunluq, yəni. Bunlara əməl etmirəmsə, deməli, mən qiymətləndirmə prinsipini, kurikulumu pozmuş oluram. Məsəl üçün, summativ keçirmişəm, şagird tutalım ki, bir ay bundan əvvəl keçirmişəm summativi. Şagird 20 sual varsa, 20-sini də yazıbdır. Amma 2 ay sonra həmin summativi verirəm şagirdə, götürür 3 dənəsini yazır. Deməli, burada nə edibdir? Etibarlıq prinsipini pozubdur müəllim. Burada da yəni qiymətləndirmə pozulmuş olubdur, kurikulumun qiymətləndirmə pozulmuş olubdur. Yəni, bu şəkildə əlaqələndirərək bunları yadda saxlayacağıq.